Hamınıza salam dostlar, Namiq Ağazadənin bir videosuna daha hoş geldiniz. Bugün sizlerle beraber buranın yazmıyoruz. Hayatımda ilk defa Nori oynayacağım. Bugün 1000 kupaya kasmayacağım. Bu arada kupamın karakterlerimin az olduğuna bakmayın. Bu hesabı tez açmışam onun için. Ve bu hesapta devam edelim. Bundan sonra YouTube videosu seçsem. Bugün Nori ile ne tər oynayabiləcəyimizi göstərəcəm. Özümlə Nori ilə botları keçmək üçün və Nori mekaniklərini başa düşmək üçün 250 kupaya kastım. İndi sizinlə tur girib Nori ilə görük. Nori mənlik karakterdir, yəni Nori ilə oynaya bilirəm, yoxsa oynayamıram. Təbii ki, siz xoşlamaya bilərsiniz. Mən bir dəqiqə tepki bildirəmirəm, çünki botlarla o qədər də belə şey görənmədim də, maraq görənmədim. Onda başlayaq da videoya dayanaraq. Bugün bütün modlarda Nori ilə oynayacağım. İstəsəz şərhlərə yazın. Bütün Nori'ni 1000 kupa eləyim. Onsuz Nori'ni bir gün 1000 kupa eləyəcəm. Çünki bütün karakterləri 1000 kupa eləyirəm. Bilirsinizsə. Hər axşam 4-də 6-ya kimi də yayın açıram. Yayınlarda gəlmək istəsiniz, kanala abunə olun. Sizin də xəbəriniz olsun. Yayınlarda kasırıq da prestijlərim. Nəysə, Nori ilə tek hesablaşma girdik. 9 leveldir Nori. Kostümsüzdür. Aksesuarı var bir dənə. Can çoxaltma aksesuarını aldım. Aksesuarlarını və yıldız güclərini göstərməyi unuttum. Onu göstərirəm bu turdan sonra. Aha, başladıq. Bax, karakter normal vuruşuna basılı tutanda belə uzun bir mənzilə sahib olur və internetim zəiflədi. Nəysə, və banandan sonra da belə bir kılınc moduna keçir. Bu kılınc modunda düşmənlərə hər vurduğunda balıq yığır. O balıqlar da ultisini gücləndirir. Yəni ultisinin hasarını arttırır. Ultisi isə bura ataraq göstərim. Yerə gedir və göydən balıq çıxardaraq düşmənlərə hasar verir. Gördüyünüz kimi. Mən indi botlarla yəni dediyim kimi oynadığım üçün belə çox mən anlamadım güclüdür, mənlikdir ya deyil. Onun üçün sizlə indi görəcəyik. Dadır bu. Ayda. Sən video dəyiş düşdü. Tamam, atdıq. Belə gördüyünüz kimi. Normal vuruşuna basılı tutanda divarların arxasına da bana bilir. Burada 3 tane şey var. Bunu açaq. Çıxmadı. Hayda, çox pis oldu. Kostüm verdi. Heç kostüm çıxmadı mənə. Neçədən açsam görürsünüz də buradan bu qədər açsam hələ çox açamadım da çox belə güncəlləməklə maraqlanmadı. Bir dənə də kostüm çıxmadı. Bu arada bunu eləmişik. Yox, eləməmişik. Bir dənə də kostüm çıxmadı da. Sizə də elədi, yoxsa bir dənə bəxtsiz mənə? İndi aksesuar və yıldız güclərini göstərəcəm. İstəsəz alın deyə. Birinci aksesuarı. Nori sushi lokması adında birinci aksesuarım. Nori 3 adet kadar balık yiyerek kendini balık başına 1000 puan iyileştirir. Yani o normal karakterlere vuranda balık doldurursa onun 3'ünü alır sizden ama 1000 puan iyileştirir. İkinci aksesuarım daha büyük ağ. İsabet ettiği ilk savaşçıyı 1,25 saniyeliğine sabitleyen ve ona 720 hasar veren bir balık ağı atar. Yani bir nişan alabilirsiniz bunu. Atırsınız düşmanın üstüne. Düşman olur. Sabitlenir yerinde. Ve 720 hasar almaya başlayır. Bu da aksesuar ve yıldız güçlerdi. Yıldız güçlerini göstərmə aksesuarlardır. İndi yıldız güçlərini keçək. Nori süper saldırısıyla düşmanları vurduğunda 3 balıq yakalar. Yəni süperlə vuranda da 3 balıq tutursunuz. Sonra gəlirsiniz buradan buna basırsınız. 1000 puan iyiləşirsiniz. Burada anasının oğlu Nori təməl saldırısıyla düşmanlara hər vurduğunda 1 saniyeliğine %20 hız kazanır. Yəni normal təməl saldırısı o kılınç modunuzdan vuranda %20 daha sürətli olursunuz. Karakter belə idi. İndi oynamağa devam edək.
O maçda heç yaxşı adamlar yoxdur bu dəqiqə. Damien. Vur, aksesuar, gördüyünüz kimi belədir. Yəni Damien'la üz-üzə gələndə yaxşı oynasaz alarsınız. Belə normal oynanışdan bilmirəm, mən o qədər də xoşlamadım indiyə kimi oynadığım şeylər, desəm karakteri. Nə oldu? Bana billəm o tarafa. Gözlə, basılı tutanda gördüyünüz kimi belə divarların arxasına toplana bilirsiniz. Gələcək bura, Damien öldü. Sağ ol Damien. Qaqaş. Tamam. Mən çox pis oynadım ya. Orada oplanmamalıydım. Norin ağarsın bayını. Norin ağarsın, mən pis oynadım. Neyse devam. Turda heç salamat adamlar yenə yoxdur. Edgar Norin axarsın. Bax qabağına Edgar gəlir. Tamam 3-3-1 götürdük. Bunu da 4-cünü götürək. Burada biz bayağı 4-3'ün yanında doğaraq çox yaxşı başladıq. Lan nəyə gəlsən? Ha, şiid nağar da ala. Nə olur ala? Bunlar botdur hələ də. Mən elə bilən botları keçmişəm axı. Hardasan? Keçim yoxdur. Hardasız? Bas suyun üstündən də belə hoppana bilir. Biraz qışqırım, normalda videolarda səsim çıxmır çünki. Ala. Ölməyəcəm ki mən. Elə bilsən mən buna vuracağam. Niyə vurum? Hansı məntiqə sığdırırsan sən bunu Rico? Hoppa. Tamam. Ölməyəcəm. Mən sətimi çəkəcəm. Baş ağrısını nə oxuyuram mən? Nə bilim, belədir karakter. Star DS-lə devam edirik. Super Ender, yes. Bir dənə də Super Ender, yes. Çox şanslıyıq. Nə qaracam mən bu bəxtdən həqiqətən. Burada nə var imiş, baxaq bu ropesimizə. 1000 altın. Zor. Bu arada eğer Nori oynamaq, ciddi oynamaq fikriniz varsa şey alacaqsınız buradan. Buradan kalkan, buradan da hasar alasınız. Yo, buradan hasarsınız, buradan kalkan, fərq eləmir. Mən yıldız güclərini axırda alacağım. İndi hasar lazımdır Nori'yə. Məncə hasar biraz düşük qalıb, o birisi suikastçılara bax. İndi karakteri savaşlıqlara bax. Tamam, yanımızda Giant Crow, karşıda da Pam, Stu, Byron. Tamam, getdik. Niye bu kadar sand oldu? Hakikaten deyəsən botlar var, bu tur biz də oynayacaq. Gözlə görün botdur bunlar həqiqətən. Oh, botdular ya deyəsən. Diğer tura keçək. Tamam, qabaqda Nori, Gale, Kenji var. Gəl, nə olur? İkimiz də birbirimizi hoplandıq. Amma o öldü. Nətər olur ha? Tamam, gəldik bura. 3 balıq yedirdik. Bu da ez-ezdi. Niyə bu qədər asandı? Deyəsən kupam düşükdü deyə qabağa pis oyuncular mı gəlir? Nədir? Başa çıxmadı mənim. Buna bax, AFK qaldılar indi də. Nəsə, yıldız oyuncu olmaq üçün bari. Bu niyə bu qədər ez-ez oldu? Bir də girəcəm. Yəni qabağa gerçək oyuncu gəlsin istəyirəm. Və qabağa kimlər gəlib? Starnova. Bunun adı nəydi? Yanımdan çıxdı oynadığım karakterin. Nori, bir də Piper gəlib qabağa da. Qolu nətər yedirsən? Siz qolunu ağarsınız, mən videoya
Diqqətimi yayındı. Karakterlərin adları yadımdan çıxdı. Siz nə qarırdınız be? Mən o dümdüz gəlib bulotduları. Çünki məzələnirlər sizdən. Utanın biraz. Takımıma bax hələ. Hop, bam, gəldik, vurduq. Burada mənə nə olur? Hayda. Aksesuar qəşəymiş. Can verən aksesuarları xoşlayıram. Can bayağı önəmli çünki. Qaqa buradan da qol yemərik də da hamısının canı bir qaldı. Nə qaraq da. Tamam. Yani karakteri savaş topunda niyəsə biraz qəşəng gəldi. 1000 kupaya kasanda savaş topunda kasarıq onu. Baxaq nə qara bilərik. Bam, boş. Abi nə bəxtsizlikdir. Heç nə çıxmır. Tam buradan nə çıxsın da bə. Çoxdan da efsanəvi yüzü görmürəm ya. 4 dəndən sonra 30 elmas. Onda gözlüyün satmaqda girdim az qalsın. İndiki modumuz yox da nə olar yox. Elmas kapmaca. Qabağı kim gəlplər belə oldu. Meeple bir də search. Amma kazanma serim var idi gül kimi. Nə olardı ki davam eləsəydik belə qazana. Tamam. Can bastım. Cabra. Qaçış yox. Search. Mən ağzıma gələn basacağım bu dəqiqə. Çünki bizim takımda pis deyil. Ember bəlkə apara bilər. Bizim takımda kim var? Bizim takımdakiler. Krov nə qarır? Mən nə qarıram? Nə olur ala? Gözdən bunumuz buralı. Çəkmə. Tamam. Bura niyə aldım hemen? Səni burada koyduk. Tamam. İndi ulti basacağım ortaya. Mən pis oynayıram. Karakter nə qarsın? Mən pis oynayıram sonra. Gözdə hoppanım ora. Can bas. Tak. Ayda basanmadım. Can basanmadım. Əsəbləşməm. Alacaq bunu. Bunu alacaq. Mən oyan bu yansız aldıracağım sizə. Qorxmayın, takım sizə aparacağım mən. Əslində. Ayda. Orada bir dənə mərmi vursaydım aşırdı. Hələ dislike basırdı. Tərbiyəsiz Meeple. İndi öləcəklər. Baba. Meeple'a bax, canı kimi qoruyur elmasları. Bizimkiləri elə bir bazardan 50 qəpiyə alıblar elmasları. Yellənə gəzdirirlər. Of, azdan hoppanmamalıydım. Hayda. Ola bu nə pis. Takımı şikayət eləyəcəm yəni. Sən takımı şikayət eləyəcəm. Bunu nə qarım mən? Şikayət et. Kötü eşleşme. Biri de oynayacaq. Yani heç nə deyil, kazanma serisi heç nə deyil. Bu yanma kötü eşleşme verir, ona hesablaşır. Aha, grif. Vur. Can bas. Tamam. Nanini apardık bazara. Mən böyle dəqiqə şel alsaydım çoxdan qazandırmışdım. Amma 11-ci səviyyədə, bu səviyyədə niyə şel alar ki bilir. Ananı ya. Of. Hoppa. Bu botları ölmərik də, ölmərik də, fisyo. Hədə fisyo. Bunun kaybetmərik də yan gidiyor eşək kimi. Gözdə də basıldı. Divar arxası hoppanmır karakter. Gəl bura Nani. Qəşəng bastı ha ultini. Mən də deyirəm mən niyə ulti basmadı karakterim. Bir an duraq saldım. Bir an söylədim, təəccübləndim ki karakterin nəfəri hoppanamır. Hop.
Bam, bam. Ne kadar takımım pusa oynasa da neye pusurlar bilmem. Buna pusurmuş şeyli. Burada şeyli halaldı heç olmasa. Bunun kimi AFK qalmır. Hələ mənə vurur, mənə nə vursan? Uy da mən pis oynayıram, mən bayağı oynamağı öyrənməliyəm. Çoxdan da oynamıram, oynamaqdan. Startup oynamaqdan oynayamıram ki. Brawl Stars. Heç olmasa qazandıq, başqa tür keçə bilərik. Tamam, indiki modumuz neymiş? Knockout, altın yol geçidi. Sizin yok da. Altınım yoktu, yok. Bilemez. Buradan star hediyem var. He. Tamam, bam, bam. Bunu niye bura aldım cüzde? Bam, ho. Bir anda efsaneviye ne olar ki çıksan, efsanevi çıksa. Buradan 30 elmas alsaydım kutular almak için kutulardan elmas neyse. Benim yandı. Tamam, baxaq turumuza kimlər gələcək. Tara kostümündə gözüm qaldı. Kiki və B gəlib. Tara kostümündə gözüm qaldı. Mən çıxmır ki. Mən neyse. Buradan vur. Ana kafta oynuyoruz. İleri atılmamalıyam. Taram bir kartı necə 3950 vura bilər. Taran normalde 3 kartı toplaşmırdı, elə vurmurdu. Bunun ötürü bir dənə kartı bu qədər vura bilər. Heç ultisi o qədər vurmur karakteri. Buna bax, bir candan gəzir Kurov, ona tek atan var. Hile var ya, alın heç olmasa siz alın. Vurarsınız, hadi. Abi ben bu gün eşleşmeden ucuzuram. Yo, ben bu gün problemim eşleşmədir. Ben bu gün problemi hem özümə hem eşleşmə. Buna bax, mən gələn eşleşmələrə bax. Bu haritada bu arada Nori olmaz yani. Tamam, baharda salıya rastgele vurur, tutturur. Tamam, canım çok alsın. Abo, baxaq hokka verərik. Bəlkə öldürdük. Ha, bu dəqiqə öldürdük. Mən niyə tək qoyduz? Takıb, mənim canım niyə yenilənmir? Toyumu gözləyir canlı. Canlı deyirəm, mən danışmıram da. Can, hə. Canım toyumu gözləyir. Nə qarır? Bu niyə donmur? Canım toyumu gözləyir. Bunu kazanmayacağım. Bunu kazanamıram ki. Stak bölgəyə keçdik. Knockout onsuz xoşladığım mod deyil. Qabağa Rico, Shelly, Brock gəlib. Rico, Shelly, Brock. Block ya özü Brock. Tamam. Of, çok böyük bir şey elədim. Yəni səhv, amma canlarını azaltdım heç olmasa. Yo, Nori mən deyirəm, mən oynayamıram. Bu gün problemim o olub ki, mən oynayamıram Nori ilə. Yo, mən Nori ilə oynayamıram, mənlik deyil. Bəlkə səviyyəsi 9 deyə elədi, çox alsam bir şey olar. Bəlkə yıldız gücü də əsas karakterin özəlliyi. Tamam. Kaç tək olanda zor. Ultisi də çox nəfər olanda. Ultisini tutturmaq olmur ki, məncə çox boş eləyiblər ya ultisini. Tutturmaq olmur ki. Gəl nano noodle gücü çıxardaq. Bunu tutturamıram, mən keskin nişancılarda yaxşı deyildim, yadıma düşdü. Yadıma düşdü, mən keskin nişancı oynayamırdım. Hoppa. Buranı da ələ keçirək. Oranı keçirdik də ələ Rico gəl bura. Tamam, Brock banacam, Kacu öldürdü. Tam. Of, mən şeydən başqa oyun oynayam. Deyəsən Spike'dan başqa karakterini oynayamıram mən. Tamam.
ucu-ucuna qazandıq, amma mən daşıyanmadım da bu tur. Bu tur olmadı. 6'ya 5 oynamışım. 33.000 hasar vermişim. İndiki turumuz nədir indiki modumuz? Brawl hokeyi, migisək temizlik. Əsas modlarla oynayaq, yoxsa bütün modlarla oynayaq görsən. Bütün modlarla savaş topu girmir bu arada. Burada 5v5 var, onu deyirəm. Tam oynayaq, Brawl hokeyi də oynayaq. Biz Brawl hokeyi yiyoruz. Aha, qabağa Brock, Jesse və Jackie gəlib. Mən nağarram. Atdılar bu. Bir dəqiqə. Gözlə tur başladı. Mən şeyə baxıram, karakterlərə baxıram mən. Gözlə. E bas. E deyirəm, aksesuar. Gözlə. Tamam, canım da olsun. Bax canım da olmur deyəsən mən basıb. Gözlə indi də olacaq. Tamam, indi də olur. Tamam. Ay, normallik deyil bax. Güclü karakterdir, amma mən oynayamıram. Yox, mən oynayamıram, yoxsa güclü karakterdir, mən oynayamıram. Çünki mexaniklərini öyrəşmək çətindir. Bilmirəm, nağarım, strateji quramıram. Nə oldu? Tutunda topu mənə nə vurursan? Topu tutacağına məni gözləyir. Bunun canı da azdır mənə, niyəsə olmayıb. Canı da azdır. Çox azdır, canı tek yiyirəm. Buna vur. Tam 808 candan hoppandım Brock'un üstüne. Jackie'yi öldürdüm mü öldüremedim ama geldi. Top geldi. Of. Götürdüm. Tamam. Buradan bunu tamam kazandı. Takım kazandırdı bu sefer. Həmişə mən kazandıracağım diye bir şey yoktu. Tamam, devam edelim. İndiki modumuz temizlik. Temizlikdə baxaq nətər olacaq. Qabağa Gale, Bonnie və Jesse gəlib. Həqiqətən oynaya bilsəydim bu arada takımım da yaxşı gəlirdi. Bir də mekaniklərini çözsəm, hələ mən Mumin kupa eləyəcəm. Gözlə bura Bonnie, sən takım arkadaşımı öldürməyə utanmısan. Of, canım çox attım bir anda 3000. Tamam. Oha çok pis öldüm. Bu arada max 3000 can yenileyirmiş karakter. Onu da öğrenmiş oldum. Roger. Yaxşı girdim. Ama hasarım az oldu daha prosto. Ultimin hasarını artıran bir şey var idi görsən yadımda değil ki. Ben niye attım? Ben oto ultiyi tıklamalı bırakmalıyım. İki kişi yok etti məndi. Can basıb hoppanmalıyam. Mən hoppanıb havada can basmağa şey eləyirəm. Mən problemi başa düşdüm. Canım azdı deyə, canım çox azsın deyə havada aksesuarıma basıram. O da işləmir. Bura. Tam bitti. Burada bu obisi modlara nisbətən daha rahat idi. Məncə. Bax, yıldız oyuncu da olmuşuq. Və bu günümüzün son modu ödül avı. Ödül avında baxaq da, nə bilim, hardan xoşlayanmadım nəsə. Qabağa nə gəldiyini görənmədim. Gözlə ya. Nə oldu? Hə, tamam etsin. Can bas. Oğlum kimdi qabaqdakilər? Nə oraymış ha? Qabaqdakilər kim? Brock'du. Nədir? Grey, Amber. Ha. Grey'di da o. Hə, tamam. Tamam, karakterlər çözdüyümüzə görə oynaya bilərik. Oha. Tamam.
İndi burada gözlə. Gələcəklərə bir dənə belə. Oy. Eyni anda çıxdıq amma eyni anda vuranmadıq da. Kimsə öləcək və uduzacaq elə indi. Allahım nə bəxtdir. Bir dəqiqə. Tamam, bugünlük bu qədər bəsdir. Bugün sizlərlə bütün modlarda Nori'ni oynadık və deyə bilərəm ki, Nori məncə oynaya bilən, yəni belə bu suikastçıda amma məncə alan kontrol olmalıyım şey. Nə bilim, mən belə xoşlayanmadım. Hasarı biraz az gəlib. Bir də biraz daha göz eləyə bilərlərmiş. Ultisi də boş olub biraz. Onun dışında aksesuarlarından gələcək olarsa, buna bəzən bastım saymadı oyun. Bunu denəmişəm. Onu başqa hesabda denəmişəm. Bu da qəşəngdir. Düşməni yerinə sabitləyib sonra ulti basmanı ultini daha rahatlaşdırır. Buradan da bunu almanızı şey eləyirəm. Tövsiyə eləyirəm. Çünki belə ödül avı kimi modlarda nakafdaydı da. Ödül avında bayaq elədiyim kimi eyni anda 3 dənə şeyin arasından girib 3 dənə balığı birdən toplayıb ultindən daha çox yenə hasar verə bilərsən. Burada anasının oğlunda da Nori'nin təməl saldırısında normal vuruşunda 20 şey hızlanır. Onda tek hesaplaşmada əgər qabağa çətin karakterlər gəldisə və gələcəyini düşünsə sala bilərsən. Yoxsa digər modlarda savaş topunda ola bilər. Belə Nori belə karakter idi. Mən sevdim. Çox da yox. Məncə daha qəşəng ola bilərmiş. Elə bir Vendi daha yaxşı olacaq mənə elə gəlir ki. Belə 1000 kupa edəndə də biraz çətinləşər, amma yanıma sizi alaram, rahat olar. Nəysə, onda bugünlük videodan bu qədər. Sağ olun, salamat qalın.